Salam, hər vaxtınız xeyir olsun. Mən Səyyarə Müseybova, PES Akademinin biologiya üzrə təlimçisiyəm. Gəlin belə bir situasiya sualına baxaq və həll edək. Birinci sualda soruşur, şəkildəki orqanın adı nədir? Hansı heyvanlarda olur və orqan necə kameralıdır? Görürük ki, bir sualın içərisində 3 ədəd ayrı-ayrı suallar var ki, hər birinə təbii ki, bal sayılır. Orqanın adı nədir şəkildəki? Ümumiyyətlə, şəkildəki orqan mədədir və bu hansı heyvanlarda olur? Cüt dırnaqlarda, məməlilərdən cüt dırnaqlarda olur ki, orqan necə kameralı olur? Orqan 4 kameralıdır. İkinci sual. Orqanın kameralarının adını şəkildəki rəqəmlərə görə doğru uyğunlaşdırıb yazın. Baxaq. Birinci rəqəm işkəmbə, ikinci rəqəmlə işarə olunmuş tor, üçüncü qat-qat, dördüncü isə qursaq hissəsidir ki, bütünlüklə bu rəqəmlərə uyğunlaşdırdıq. Üçüncü sual. X, Y orqanlarının adını şəkildəki orqana malik heyvanların həzm prosesini qısa şəkildə izah edin. Demək, X qida borusudur, Y isə nazik bağırsaqdır, mədəyə gələn və çıxan hissələr. Demək, qida ağızda 2 dəfə çeynəlilir, 2 cüt dırnaqlarda. Ağız, udlaq, qida borusu, sonra mədəyə keçir və birinci qida işkəmbi və torda toplanır, sonra isə ağza qayıdıb yenidən çeynəlidir. Ondan sonra isə qat-qat və qursağa keçir ki, oradan da bağırsağa və daha sonra isə anus dəlik anus vasitəsilə xaric olunmuş olacaq ki, bu şəkildə izah edərək yüksək nəticə sualdan əldə edə bilərik.